Cavid adlı bir tələbə müəlliminin Nəsimi haqqında dediklərini qulaq asır və Nəsimi ilə bağlı araşdırma aparmaq qərarına gəlir. Və əvvəlcə müəllimi bu barədə ona PDF göndərir. Daha sonra Cavid bu PDF-dəki məlumatları olduğu kimi dəftərinə yazır. Növbəti mərhələdə bu məlumatlara öz şəxsi yanaşmasını da əlavə edir və Word-da yenidən yazır. Son olaraq isə düzəltdiyi sənədi yaddaşda saxlayıb müəlliminə göndərir. Deyilənləri nəzərə alaraq burada informasiya prosesləri hansı ardıcıllıqla icra olunmuşdur? İndi burada bu prosesə mərhələ-mərhələ baxsaq, əvvəlcə müəllim nə edir? Məlumatı Cavidə göndərir. Yəni ki, informasiyanı Cavidə ötürür. Əvvəlcə nə prosesi baş verir? Ötürmə prosesi baş verir. Daha sonra Cavid onu dəftərinə yazır. Yəni ki, onu nə edir? Saxlayır. Saxlama prosesi aparır. Daha sonra ona öz fikirlərini də əlavə edir. Yəni ki, emal prosesi aparır. Yəni üzərində bir redaktə iş aparır. Daha sonra yenidən onu Word-də yazır. Yəni ki, yenə saxlama prosesi aparır. Saxlama prosesi aparır. Və daha sonra onu müəlliminə göndərir. Yəni ki, ötürmə prosesini həyata keçirir. Bu 5 prosesi nəzərə alıb variantlara baxdıqda doğru cavabımız B variantı, ötürmə, saxlama, emal, saxlama və ötürmə olur.